Salam, xoş gördük sizi əziz dostlar. Hörmətli Dost TV izləyiciləri, gününüz xeyirli və uğurlu olsun. Biz bu dəqiqədən etibarən Sosial Saat proqramına başlayırıq və müzakirə edəcəyimiz mövzu xüsusən də özəl sektorda çalışan həmvətənlərimiz üçün daha maraqlı olacaq, əminəm. Odur ki, verilişimizdə daha aktiv şəkildə iştirak etmək üçün şərh bölməsində öz fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Qonağımız da canlı yayımda sizin sualları cavablandırmış olacaq. Vaxt itirmədən qonağımızı təqdim etmək istərdim. Bu günləri bizimlə birlikdədir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynov. Orxan müəllim, hər vaxtınız xeyir. Salam, xoş gördük sizləri. Və əlbəttə ki, Orxan müəllim bu günləri sizin sualları cavablandıracaq əziz izləyicilərimiz. Biz danışırıq özəl sektor üzrə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesində görülmüş işlərdən. Əlbəttə ki, bu prosesin özü-özlüyündə böyük bir komanda işidir və böyük bir komandanın əlbəttə ki, nailiyyətləri var və bu nailiyyətlərdən biri də bu prosesin başlanması idi. Bununla bağlı müvafiq qərar qəbul olunduqdan sonra prosesin idarə olunması özü-özlüyündə həm vaxt tələb edirdi, həm çeviklik, həm də dinamika. İstərdik bu günləri, bu proses necə həyata keçirilir və bu qərar qüvvəyə mindiyi gündən etibarən necə tənzimləməyə başladı, bu barədə danışardıq. Çox sağ olun sualınız üçün. İlk öncə vurğulamaq istərdim ki, son illər Azərbaycanda rəqəmsal idarə etmə və elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq da biz göstərilən elektron xidmətlərə görə dövlət qurumları içərisində lider mövqelərdən birini tuturuq və sözsüz ki, əmək münasibətlərinin elektronlaşdırılması da Nazirliyin əsas prioritet istiqamətlərindən biridir. Elektronlaşma ilə bağlı ilk addım biraz geri qayıtmaq istəyirəm və 2014-cü ilə qayıtmaq istəyirəm. Belə ki, 2014-cü ilin 1 iyuluna qədər əmək müqavilələri sadəcə kağız formada bağlanırdı. Yəni, həm işçi, həm işə götürən tərəfindən bağlanırdı. Bir nüsxə işə götürəndə, bir digər nüsxəsi işçidə qalırdı. Lakin ilk dəfə elektronlaşma ilə bağlı addım 2014-cü ildə atıldı və Əmək Məcəlləsinə əmək müqaviləsi bildirişi anlayışı gətirildi və eyni zamanda da əmək müqaviləsi bildirişi alt sistemi 2014-cü ilin iyul ayında yaradıldı və artıq burada əvvəlkindən fərqi nə idi? Yenə də əvvəlki qaydada hər iki tərəf kağız formada müqaviləni imzalayırdı, lakin burada əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün işə götürən tərəfindən əmək müqaviləsi bildirişi alt sisteminə əmək müqaviləsi bildirişi daxil edilməlidir və gücləndirilmiş elektron imza ilə işə götürən ənbasa əmək müqaviləsi bildirişini daxil edirdi və bu tarixdən etibarən artıq əmək müqaviləsi bağlanılmış və hüquqi qüvvəyə minmiş hesab edilirdi. Lakin bu proses də, belə deyək, yarı elektron prosesi idi, yəni tam elektronlaşmamışdı. Çünki burada işçi yalnız kağız formada müqavilənin bağlanmasında iştirak edirdi. Lakin 2024-cü ilin 28 iyun tarixində Azərbaycan Respublikasının qanunu və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli fərmanı ilə artıq əmək müqaviləsi bildirişləri Əmək Məcəlləsindən çıxarıldı və əmək müqavilələrinin artıq elektron şəkildə bağlanılması prosesinə start verildi. Və bu tarixdən etibarən də artıq əmək müqavilələri, əmək müqaviləsi bildirişlərindən fərqli olaraq həm işçi, həm də işə götürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalandığı tarixdən qüvvəyə minir. Yəni, son imzalanma tarixdən hüquqi qüvvəyə minir. Siz danışdınız burada elektron əmək müqaviləsinin bağlanması prosesi barədə və orada əlbəttə ki, nələr əks olunur, xüsusən də biraz bu məsələyə toxunmaq istərdik. Bu prosesi idarə etmək üçün, yəni əməkdaşdan istifadə etmək üçün xüsusi bilik və bacarıqlar tələb olunurmu və yaxud da orada nəyə diqqət yetirməliyik? Tərkib hissəsinə bildiyim qədərlə orada bəzi məsələlər öz əksini tapır. Məzuniyyət günündən tutmuş, nə vaxt məzuniyyət hüququ yaranır, sayları və digər orada özəlliklər var.
Bəli. İlk öncə vurğulayım ki, əmək müqaviləsi bildirişləri ən bas yaranandan, yəni 2014-cü ildən işə götürənlər artıq bu sahədə daha məlumatlı idi. Yəni işə götürənlər bu belə deyək, bu funksiyalardan artıq 10 il idi ki, istifadə edirdilər və işə götürənlər üçün bu sahə belə deyək, çox da yeni olmamışdı. Yəni məlumatlı idi işə götürənlər. Əsas burada belə deyək, yenilik işçilər üçün nəzərdə tutulurdu. Çünki işçilər bu tarixə qədər, yəni 12 avqust 2024-cü il tarixinə qədər əmək müqaviləsinin bağlanması zamanı heç vaxt elektron müqavilələrdən və ya EMAS-da əmək və məşğulluq alt sistemində şəxsi kabinetlərindən istifadə etmirdilər. Yəni ilk dəyişiklik, əsas dəyişiklik bununla bağlı idi işçilər üçün. Sözsüz ki, burada yəni xüsusi bir texniki biliyə və savada malik olmaq əslində tələb olunmur. Yəni əmək və məşğulluq alt sistemi istifadəçi interfeysi, belə deyək, istifadəçi dostu interfeysidir. Yəni çox rahatlıqla əmək və məşğulluq alt sisteminə daxil olan istənilən şəxs, yəni həm işçi, həm işə götürən asanlıqla istifadə edə bilir. Bunun üçün sadəcə gücləndirilmiş elektron imza və internet bağlantısı kifayətdir. Siz əmək müqaviləsinin bəndləri ilə bağlı məlumat verdiniz. Bu səbəbdən də istərdim ki, əmək müqaviləsinin bağlanması prosesinə də toxunum. Əmək müqaviləsinin, elektron əmək müqaviləsi işə götürən tərəfindən yaradılır. Əmək və məşğulluq alt sisteminə elektron əmək müqaviləsi yarad funksionallığından istifadə edərək işə götürən əmək müqaviləsini yaradır və orada siz vurğuladığınız kimi o əmək müqaviləsinin şərtlərini daxil edir. Yəni əmək müqaviləsinin müddətli və ya müddətsiz olmağı, əmək haqqının məbləği, məzuniyyət günləri və s. kimi məlumatları daxil edir və bundan öncə isə sözsüz ki, işçinin şəxsiyyət vəsiqəsinin nömrələrini, yəni fərdi identifikasiya nömrələrini və s. daxil edərək həmin işçi ilə bağlı əmək müqaviləsini formalaşdırır. Bundan sonra isə artıq əmək müqaviləsinin təsdiqləməsi və imzalaması üçün işə götürən EMAS-da reyestr bölməsinə daxil olaraq orada icraatda olan müqavilələr bölməsindən əmək müqaviləsini qarşı tərəfə, yəni işçiyə tanış olması və imzalaması üçün göndərir. Burada isə işçi artıq öz şəxsi kabinetinə həmin müqavilə gəlib oturur və işçi artıq iki hüququ yaranır bununla bağlı. Ya əmək müqaviləsini oxuyur, tanış olur və əgər bütün müddəalarla sizin vurğuladığınız o bəndlərlə razıdırsa, əmək haqqı məbləği və s. ilə razıdırsa, əmək müqaviləsini imzalayır və yenidən əmək müqaviləsi son imzalama üçün işə götürənə təqdim edilir. Əgər işçi razı deyilsə, hər hansı bir yerdə yanlışlığa yol verilibsə işə götürən tərəfdən və ya ümumiyyətcə hər hansı bir müddəa və ya bənd ilə razı deyilsə, bu zaman imzalamadan imtina edərək dəyişiklik edilməsi üçün işə götürənə göndərilir, təqdim edilir. Və sonda bütün bu proses başa çatdıqdan sonra, yəni həm işçi, həm də işə götürən artıq əmək müqaviləsinin şərtləri ilə, bəndləri ilə razılaşdıqdan sonra işə götürən əmək müqaviləsini imzalayır və sonuncu imzalama tarixindən etibarən artıq əmək müqaviləsi bağlanılmış və hüquqi qüvvəyə minmiş hesab edilir. Xatırlatma üçün, məlumat üçün bildirirəm ki, eyni proses əmək müqaviləsinə dəyişikliklərlə də bağlıdır. Yəni bununla bağlı da bir çox belə deyək, suallar daxil olur. Vətəndaşlar bu proseslə də bağlı maraqlanırlar. Ona görə də fürsətdən istifadə edərək bu barədə də bəzi texniki məsələləri vurğulamaq istəyirəm. Əmək müqaviləsinə dəyişiklik edilməsi üçün də yenə eyni qaydada reyestrdən müvafiq bölmə seçilərək əmək müqaviləsinə dəyişikliyi edir işə götürən və müvafiq bəndləri doldurduqdan sonra yenidən işçiyə təqdim edilir və necə ki, əmək müqaviləsi yenidən sıfırdan yaradılanda baş verən proseslər burada da olur və sonuncu imzalama tarixindən əmək müqaviləsi artıq dəyişiklik qüvvəyə minmiş olur.
və burada yalnız əmək müqaviləsinin xitam verilməsində işçi iştirak etmir. Bu da məntiqlidir sözsüz ki. Və burada işə götürən əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmri gücləndirilmiş elektron imza vasitəsilə sistemə daxil olduqdan sonra işçinin əmək müqaviləsinə xitam verilmiş olur və eyni zamanda rəsmi yazışmalar, daha doğrusu işçi və işə götürən arasında yazışmalar moduluna uyğun olaraq həmin əmr işçinin şəxsi kabinetinə gedib oturur və işçi xitam əmri ilə də tanış ola bilir. Bizə bəzən vətəndaşlarımız da müraciət edir. Bu indi yazanlar var. İstərdim ki, onların da suallarını səsləndirərdim, təqdim edərdim. Hörmətli izləyicilərimiz, qeyd edim ki, bizim bugünkü qonağımız Dövlət Əmək Müfəttişliyi xidmətindəndir və ona görə yalnız bu sahə ilə bağlı suallar ünvanlaya bilərsiniz. Konkret mövzusuna qoymuşuq. Bu mövzu ətrafında əlbəttə ki, suallarınızı böyük məmnuniyyətlə səsləndirəcəyik. Lakin məşğulluq və xüsusən də sosial yardım və pensiyalarla bağlı sualları isə çox təəssüf ki, səsləndirə bilmərəm. Məlum məsələ qonağımızın fəaliyyət istiqaməti üzrə deyil. Amma ki, soruşanlar var və sual belədir ki, əgər elektron əmək müqaviləsi mənə göndərilibsə, müvafiq olaraq mən düzəlişləri təklif etmişəm, amma qarşı tərəfdən bu düzəlişlər olduğu kimi icra olunmur. Yenidən imtina edib, yenidən təklifləri, yenidən hazırlanması prosesi əlavə olaraq onun iş günündənmi sayılacaq? Yəni, mən belə başa düşdüm ki, bir dəfə müqavilə imzalamaq üçün vətəndaş baxıb müqaviləyə razı olmayıb şərtlərinə yenidən işə götürənə bildirib ki, bu müqavilə yenidən hazırlansın. Yenidən də hazırlanıb. Bu dəfə də onun qeyd etdiyi məsələlər öz əksini tapmayıb. Bu dəfə də imtina verərsə, bunun hər hansı bir məhdudiyyəti və ya da vaxtı, limiti varmı? Xeyr, texniki məhdudiyyət yoxdur. Lakin işçi əgər işə götürənlə yeni əmək müqaviləsi bağlayırsa, yəni daha öncə orada fəaliyyət göstərməyibsə, sözsüz ki, bayaq da vurğuladığım kimi sonuncu imzalama tarixindən hüquqi qüvvəyə minmiş olur. Yəni artıq belə olan halda, yəni qarşı tərəf işçi həmin əmək müqaviləsinin şərtləri ilə razı deyilsə, sözsüz ki, onun hüququdur qarşı tərəfdən işə götürəndən onun şərtlərinin dəyişdirilməsini istəməsi. Yəni əgər imzalanmayana qədər həmin əmək müqaviləsi qüvvədə sayılmır. Lakin dəyişikliklə bağlı, bəli, yəni işçi həmin tutalım qurumun işçisidirsə və müəyyən səbəblərdən tutalım əmək haqqı və ya digər əmək şəraiti dəyişirsə və bu müqavilədə öz əksini tapırsa, sözsüz ki, onun iş stajına təsir etmir və eyni zamanda texniki tərəfdən də məhdudiyyət yoxdur. Elə bizim sistemin üstünlüyü də budur ki, istənilən sayda, yəni bu proses son imzalama tarixinə qədər istənilən sayda düzəlişlər imkanı verir. Və bununla bağlı qaralama sistemi də belə deyək yaradılmışdı əmasda və işə götürən əmək müqavilələri bildirişlərindən fərqli olaraq orada bir dəfə artıq daxil etdikdən sonra düzəliş etməsi imkanı yox idi. Lakin bu artıq yeni sistemdə aradan qaldırılıb və qaralama sistemindən istifadə olaraq işə götürən ya özünün etdiyi mexaniki səhvləri və ya işçi tərəfindən bildirilən irad və ya təklifləri nəzərə alaraq istənilən sayda əmək müqaviləsinə dəyişiklik edə bilər. Əgər sonuncu dəfə imzalamamışdan qabaq. Tənzimlənməyən iş rejimi ilə bağlı əmək müqaviləsində göstərilə bilərmi? Punkt göstərilə bilərmi elektron sistemdə? Tənzimlənməyən, yəni konkret olaraq. Konkret olaraq faktı qeyd eləməyib, vətəndaşımız belə bir soruşub. Nəyi nəzərdə tutursa, mən onu başa düşmədim. Daha ətraflı məlumat versə, yəni belə ümumi olaraq bildirirəm ki, yəni əmək müqaviləsində aidiyyatı üzrə əmək məcəlləsinə uyğun olaraq tərtib edilir və bütün bəndlər yəni özündə ehtiva edir. Digər bir sual isə bundan ibarətdir ki, qarşı tərəf öz istək və təklifini qanunvericiliyin tələbi çərçivəsində başqa bir formada ifadə edə bilərmi, yoxsa yalnız və yalnız qanunvericilikdə qeyd olunmuş formada? Burada nə deyirdi? Mən də bunu başa düşmədim. Yox, mənə də aydın olmadı. Yəqin ki, müqavilə ilə bağlı iradlarına bəlkə nəzərdə tutur. Sözsüz ki, hər bir şey yəni qanunvericilik çərçivəsində olmalıdır və
əmək müqaviləsi işçi və işə götürən tərəfindən sərbəst formada bağlanılır. Sözsüz ki, bunlar daha öncədən razılaşdırılırlar və daha sonra artıq əmək müqaviləsi bağlanılır. Elektron sistem üzərindən çıxarılmış əmək müqaviləsini iş yeri möhürlə təsdiqlədikdə harasa müraciət edəndə təklif etmək üçün bu olarmı? Yoxsa birbaşa olaraq kağız daşıyıcıda aparsaq da o təsdiqlənmiş sayılır? Xeyr, möhrə ehtiyac yoxdur. Elə zaten bizim elektronlaşmada məqsədimiz bu, belə deyək də, bürokratik məsələlərdən işçiləri, vətəndaşları qurtarmaqdır. Sözsüz ki, möhrə ehtiyac yoxdur. Yəni daxil olaraq öz şəxsi kabinetindən öz iş yeri haqqında arayışı çap edib istənilən bir quruma təqdim edə bilər. Bu bizim elektron əmək müqavilələrini imzalayarkən qarşımıza çıxacaq hansı texniki problemlər ola bilər və yaxud da hər hansı bir texniki problem baş verərsə bunun operativ şəkildə araşdırılması mı olsun, aradan qaldırılması mı olsun, hər hansı bir texniki dəstək qrupları varmı, fəaliyyət göstərirmi? İlk öncə vurğulayım ki, məlum olduğu kimi hər bir elektronlaşma özündə bəzi ilkin vaxtlarda texniki problemləri gətirir. Bəli, uyğunlaşma. Və bununla bağlı olaraq biz belə deyək, geniş ictimaiyyət üçün, yəni 12 avqust 2024-cü il tarixindən etibarən elektron müqavilənin imzalanmasına, yəni bu prosesə start verilsə də, biz nazirlik olaraq sözsüz ki, bu prosesə daha öncədən hazırlaşmışdıq və pilot layihə çərçivəsində elə nazirliyin aparatı onun tabeliyində və ya yanında olan qurumlarda elektron əmək müqavilələrinə keçidlə bağlı bu prosesə biz daha öncədən, yəni 2023-cü ildən başlamışdıq. Daha sonra isə pilot layihə çərçivəsində bəzi digər dövlət qurumlarından da, məsəl üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini vurğulaya bilərəm, hansı ki, bir çox qurumu ilə, yəni əmək tutumu olaraq böyük nazirliklərdən, qurumlardan biridir. Və bu səbəbdən də biz artıq, belə deyək, 12 avqust tarixinə biz hazırlaşırdıq nazirlik olaraq və baş verən hər hansı bir texniki problem və s. olanda da artıq bununla bağlı aidiyyatı qurumlarla yazışırdıq və həmin texniki problemləri aradan qaldırırdıq. Bu səbəbdən də artıq 12 avqust tarixindən etibarən müvafiq fərman imzalandıqdan sonra artıq biz bu prosesə tam olaraq hazır idik və demək olar ki, minimum sayda bu problemlərlə qarşılaşdıq. Sözsüz ki, əmək və məşğulluq alt sistemində də yəni müəyyən profilaktik tədbirlərlə əlaqələr olaraq müəyyən fasilələr verilə bilir. Lakin bu günün sadəcə tutalım müəyyən bir hissəsində 20 dəqiqə, yarım saat, 1 saat və s. Yəni əgər vətəndaşlarımız əmək müqaviləsinin bağlanması və ümumiyyətcə əmasa daxil olmaqda hər hansı bir belə deyək, nasazlıq və ya problemlə rastlaşırsa, bir müddət gözləməyi və sonra yenidən sistemə daxil olmağı tövsiyə edirik. Çünki dediyim kimi, arada profilaktik tədbirlərlə bağlı müəyyən fasilələr olsa da, ümumiyyətcə əmək və məşğulluq alt sistemi fasiləsiz olaraq gün ərzində işləyir. Göndərilən, bax, bir operativ sual gəldi, onu oxuyardım, elə bu tam yerinə düşərdi. Göndərilən əmək müqaviləsini neçə müddətə bağlamalıyam? Və yaxud da bunun hər hansı bir vaxt limiti varmı? Bəzən texniki səbəbdən bağlamaq imkan olmur. Bəli, əmək və məşğulluq alt sistemində belə bir funksionallıq mövcuddur. İşə götürən tərəfindən əmək müqaviləsi sistemə daxil etdikdə artıq ona bildiriş çıxır ki, gün ərzində həm işçi, həm də işə götürən tərəfindən əmək müqaviləsi imzalanmalıdır. Bu, yeni sıfırdan yaradılan müqavilə üçün keçərlidir. Lakin əgər əmək müqaviləsinə dəyişiklik edilirsə, bunda hər hansı bir vaxt məhdudiyyəti mövcud deyil. Lakin sıfırdan yeni əmək müqaviləsi yarat funksionallığından istifadə edərək əmək müqaviləsi daxil edilirsə, bu zaten bildiriş də, yəni məlumat xarakterli bildiriş də çıxır, həmin gün ərzində bağlanılmalıdır. Əgər hər hansı bir texniki problem olubsa, dediyim kimi, bir müddət sonra yenidən təkrar cəhd eləsinlər. Aydındır, hörmətli izləyicilərimiz, əziz dostlarımız, bizim proqramımız davam edəcək. Kiçik bir fasiləmiz var, fasilənin ardından yenidən studiyamıza qayıdırıq.
Bu dəfə mövzumuz DevOps-dur. DevOps yanaşması isə konkret texniki həllərin toplusundan əlavə olaraq ən əsas əməkdaşlığı artıran bir mədəniyyətdir. IT-nin müxtəlif sahələrini bir futbol komandası kimi təsəvvür etsək, burada DevOps-un rolu nədən ibarətdir? Düşünürəm ki, DevOps komandası elə IT-nin yarım müdafiəsidir. Çünki digər sahələrlə, hücumla, yarım müdafiə ilə və hətta qapıcı ilə belə müəyyən bir işlər görür və hamının işini müəyyən mənada bilir. Kod yazıldıqdan sonra proses necə gedir? Kod birbaşa real canlı mühitə deploy olunmur. Verilişimizi yaxından izləməyi sizi dəvət edirik, çünki çox maraqlı müzakirələrimiz olacaq. Sahənin bilicisi olan qonaqlarla birlikdə. Əlillik təkrar qiymətləndirildikdə əlilliyə görə əmək pensiyası ödənişi nə vaxtdan bərpa edilir? Əlillik müddəti bitmiş şəxsin əlilliyə görə pensiyası müddətin bitdiyi ay üzrə tam ödənilir. Əlilliyi yenidən təsdiqlənmiş şəxsin pensiyası əlilliyin təkrar qiymətləndirildiyi gündən hesablanaraq ödənilir. Xoş gördük bir daha sizi əziz dostlar. Dost TV-nin efirindəsiniz və verilişimiz canlı yayımlanır. Kiçik bir fasilədən sonra təkrar qayıtmışıq. Studiyamızın qonağı Əmək Müfəttişliyi Xidmətinin risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynovdur. Biz danışırıq əmək müqavilələrindən, elektron əmək müqavilələrindən. İstədik indi bu elektron əmək müqavilələrinin üstünlükləri barədə danışaq. Həm işçiyə, həm də işə götürənə nə kimi üstünlüklər verir? İşçidən başlamaq istəyərdim ilk öncə. İşçi üçün üstünlüklər sözsüz ki, birincisi şəffaflıqdır. Yəni biz əmək müfəttişliyi xidməti olaraq vətəndaşlardan daxil olan müraciətləri təhlili zamanı, yəni müəyyən problemlərin çıxdığını gördük əmək müqaviləsi bildirişləri ilə bağlı. Yəni əmək kağız üzərində işçi və işə götürən arasında bağlanılsa da, yəni söhbət 2024-cü ilin 12 avqust tarixinə qədər gedir. Bir sıra hallarda işə götürən unutqanlıqdan və ya hər hansı bir səbəbdən əmək müqaviləsi bildirişi alt sisteminə daxil etmirdi müqaviləni. Bu da sözsüz ki, işçi üçün böyük problemlər yaradırdı. Yəni bayaq da vurğuladığım kimi, həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilmirdi. Bununla bağlı bir çox işçilər tərəfindən şikayətlər, müraciətlər daxil olurdu. Lakin artıq yeni sistemdən etibarən artıq işçi özü də elektron imza əldə edərək həmin prosesdə iştirak etdiyi üçün, yəni əmək və məşğulluq alt sisteminə daxil olaraq müqaviləni imzaladığı üçün artıq tam əmin olur ki, mənim əmək müqaviləm artıq həqiqətən də var, sistemə oturub. Yəni bu şəffaflıq üçün həqiqətən belə deyək, böyük bir addım saymaq olar işçilər üçün, böyük bir fayda gətirdiyini söyləyə bilərik. Daha sonra eyni zamanda artıq sosial təminatlara çıxışı da vurğulamaq olar. Bayaq söylədiyim kimi, elektron müqavilədən öncə əmək və məşğulluq alt sisteminə daxil edilib edilməməsi ilə bağlı problemlər olurdu və bu da sözsüz ki, işçinin artıq həm əmək məcəlləsinə əsasən əmək hüquqlarının, həm də sosial təminatlara çıxışında problem yaranırdı. Yəni, misal üçün təqaüdə çıxır bir şəxs və müraciət etdikdə Dövlət Sosial Müdafiə Fonduna məlum olurdu ki, onun əmək müqaviləsi bildirişi sistemdə yoxdur, görsənmir, işə götürən müəyyən səbəblərdən daxil etməyib. Yəni, artıq 12 avqust tarixindən etibarən bu problemlər tam olaraq aradan qalxdı. Eyni zamanda əmək və məşğulluq alt sistemi bayaq da bir izləyicimizin verdiyi suala uyğun olaraq da artıq daha rahat şəkildə özü barədə məlumatları da əmas sistemi vasitəsilə əldə edə bilirlər işçilər. İşə götürənlər üçün isə sözsüz ki, inzibati sadələşdirməni misal çəkərdim. Yəni artıq daha rahat şəkildə işə götürən elektron sistem üzərindən əmək müqavilələrini daxil edir
və bu artıq inzibati sadələşdirməklə yanaşı resurslara da qənaət deməkdir. Yəni artıq kağız müqavilənin kağız formada bağlanmasına ehtiyac yoxdur. Bu da həm kağız, həm də çap xərclərindən işə götürəni azad edir. Eyni zamanda biz işə götürənlərə əmək və məşğulluq alt sistemdə reyestr xidməti də, elektron reyestr xidməti də təklif edirik ki, həmin reyestr xidməti də bir növ işə götürənin bu müddətə qədər apardığı arxivləşmə işini artıq belə deyək, lazımsız edir. Yəni artıq əlavə bir xərc çəkmədən, əlavə arxivləşdirmə işini aparmadan işə götürən əmək və məşğulluq alt sistemində öz daxil etdiyi müqavilələr barədə rahatlıqla məlumat əldə edə bilir. Daha sonra statistika və hesabatlılıq da əmək və məşğulluq sisteminə daxil edilib. Yəni işə götürən müəyyən filtrlərdən istifadə etməklə öz işçiləri haqqında məlumat əldə edə bilir və bu filtrlər də daima daha da sayı artırılır, təkmilləşdirilir tərəfimizdən. Son olaraq isə sözsüz ki, təhlükəsizliyi deyə bilərəm. Yəni bildiyimiz kimi elektron imzalar, gücləndirilmiş elektron imzalar özü ilə birlikdə, yəni təhlükəsizliyi də təmin edir və bu da işə götürənlərin artıq kağızdan fərqli olaraq rahat bir şəkildə əmək müqaviləsinin qorunmasını və təhlükəsizliyini təmin edir. Və son tarix nə vaxtdır? Nə vaxta qədər belə deyək, proses tam olaraq elektronlaşmalıdır? Proses bununla bağlı olaraq Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli qərarı olmuşdur və bu qərarla 3 mərhələ müəyyən edilmişdir ki, məlumat üçün bildirirəm ki, bunlardan birincisi dövlət sektorunda fəaliyyət göstərən qurumlar, işə götürənlər üçün olmuşdur ki, həmin tarixdə cari ilin, yəni 25-ci ilin 1 yanvarına qədər müəyyən edilmişdir və bu müddət bitmişdir və vurğulamaq istəyirəm ki, bu müddət tam uğurla demək olar ki, tamamlanmışdır və hədəflərə, qarşıya qoyduğumuz məqsədlərə çatılmışdır. İkinci mərhələ isə özəl sektorla bağlıdır. Hansı ki, özəl sektorda dedikdə iri, orta, kiçik və mikro sahibkarlıq subyektləri, eyni zamanda sahibkarlıq fəaliyyəti göstərməyən digər işə götürənlər üçün isə cari ilin iyul ayının 1-nədək nəzərdə tutulub və elə fürsətdən də istifadə edərək üzümü bizim yəqin ki, tamaşaçılarda içində özəl sektorda fəaliyyət göstərən həm işə götürənlər, həm işçilər, həm insan resurslarının əməkdaşları da var və üzümü onlara tutub bir daha vurğulayıram ki, artıq təxminən 40 günə yaxın bir müddət qalıb qeyd edilən mərhələnin bitməsinə və son belə deyək də günü gözləmədən mümkün olan ən qısa vaxtda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi üçün müvafiq işlər görülməsini xahiş edirik. Hazırdakı statistika nədir? Neçə faizdir bu keçid? Statistika bu dünənə olan məlumata görə 89,1% həm dövlət, həm özəl sektor olmaqla keçidi tamamlayıblar. Sözsüz ki, dövlətdə artıq demək olar 100%-ə yaxındır. Və bu da gözlənilən idi. Çünki dövlət sektorunda, dövlət qurumlarında bilirsiniz, təşkilatlanma sözsüz ki, daha belə deyək, professional qaydada aparılır. Hər bir dövlət qurumunun özünün nəzarət edici yuxarı orqanı, yuxarı təşkilatı var. Hər bir dövlət qurumunda insan resursları şöbələri var. Və bu səbəbdən də dövlət qurumlarında proses gözləndiyimiz kimi, yəni demək olar ki, tam olaraq başa çatdırılıb. 100% sözsüz ki, deyil. Çünki burada müxtəlif səbəblər var. İşçinin sosial məzuniyyətdə, analıq məzuniyyətində olması, xəstəlik ilə bağlı işdə olmaması, xaricdə ezamiyyədə olması və s. səbəblər olur. Lakin özəllə bağlı sözsüz ki, biraz problemlər, yəni keçid prosesini tamamlamaqda, yəni 1 iyuladək keçid prosesinin 100%-ə çatmaqda müəyyən problemlər ola bilər. Buna da səbəb sözsüz ki, burada məsələn iri və orta işə götürənlər də
yəni əksəriyyəti demək artıq ixtisaslaşıblar, professional insan resursları heyəti var və onlarda da belə deyək, problem gözləmirik. Lakin nədir bəs onlarda digərlərində öz əldə olan problem? Yəni bu günləri maarifləndirmə işi aparılır. Kifayət qədər məlumatlandırma var. İstər sosial şəbəkələrdə, istər kütləvi informasiya vasitələrində, hətta bilirik ki, fərdi qaydada müxtəlif iclaslar, onlayn görüşlər, toplu şəkildə təlimlər də keçirilir. Amma istər-istəməz səsləndirilən rəqəmlərdən də görürük, var bu problemlə və yaxud da keçə bilməyənmi deyək, keçmək istəməyənmi deyək, müxtəlif adlar qoya bilərik buna əsaslanır. Amma faktiki olaraq belə bir şəxslər, müəssisələrmi deyim, bu müqaviləyə keçməkdə bir texniki mi, çətinlikmi deyək, hansısa bir səbəbdən bu indi hələ ki vaxt var, vaxt bitməyib. Amma buna hansı dəstək verirsiniz və yaxud da bu cür məsələlərin həlli üçün hansı optimal yollar var? İlk öncə bu problemləri vurğuladınız. Onunla bağlı bildirmək istəyirəm ki, yəni dövlətlə fərq münasibətdə, yəni özəl sektorda məsəl üçün sözsüz ki, burada mikro vergi ödəyiciləri var ki, ola bilsin burada məsəl üçün çox suallar gəlir bundan bağlı. Məsələn, ucqar kənddədir, tutalım mobil smart tipli mobil telefondan istifadə etmir və s. Sözsüz ki, bunlar aradan qaldırıla biləcək məsələlərdir. Özəl sektorda digər problemlərdən biri fəaliyyəti dayandırmaq ilə bağlıdır. Yəni bildiyimiz kimi dövlət sektorunda hər hansı bir qurum ləğv edilib digər quruma birləşirsə və ya yeni bir qurum yaranırsa, bu proses olduqca sürətli şəkildə, operativ şəkildə aparılır. Lakin özəl sektorlarda, məsəl üçün bizim təhlillər zamanı da yəni dövlət vergi xidməti tərəfindən inteqrasiya olunmuş məlumatlar arasında təhlillər zamanı görürük ki, fəaliyyətini dayandırıb, əmək müqaviləsini aktiv saxlayıb və yəni heç bir fəaliyyət göstərmir. Yəni bu da özəl sektor üzrə sözsüz ki, problem yaradan məqamlardan biridir və elə bu tip işə götürənlərə də, yəni fəaliyyətini dayandırmış işə götürənlərə də müraciət edirəm ki, əgər bu kimi hallarda, yəni əgər fəaliyyəti həmin işçi ilə davam etdirəcəksə, sözsüz ki, qüvvədə olan əmək müqaviləsini o da elektron əmək müqaviləsinə keçirməlidir. Görülmüş tədbirlərlə bağlı isə siz zaten ətraflı vurğuladınız demək olar, ümumi şəkildə qeyd etdiniz tədbirləri. Elə fərman imzalandığı birinci gündən biz artıq bu prosesə start verdik və 14 avqust tarixində artıq bütün işə götürənlərin əmək və məşğulluq alt sistemində yerləşən şəxsi kabinetlərinə biz bildirişlər yerləşdirdik və bu bildirişlərdə artıq həm Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli qanunun, həm də Azərbaycan Respublikası Prezidentinin 12 avqust tarixli fərmanının linklərini yerləşdirdik və qısa bir məlumat verdik. Bundan sonra sizin də vurğuladığınız kimi həm Nazirliyin, həm də xidmətin sosial şəbəkələrində mütəmadi olaraq bu proseslə bağlı paylaşımlar edirik. Dəqiq statistikanı bəlkə deyə bilməsəm də, yəni hardasa bəlkə də 10 mindən çox işə götürənə və ya onun nümayəndəsi ilə iştirakı ilə keçirilən iclaslarda, təlimlərdə daha doğrusu bizim əməkdaşlar iştirak edib və işə götürənləri narahat edən məsələləri aydınlaşdırmışıq, müxtəlif sualları cavablandırmışıq. Yəni indiyə qədər yüzlərlə təlim keçirilib, həm əyani formada, həm də onlayn şəkildə Zoom üzərindən. Zoom üzərindən olmağa səbəb nə idi? Sizin də vurğuladığınız kimi bəzi işə götürənlərin artıq belə deyək də Bakı şəhərinə gələ bilməməsi və ya əyani şəkildə keçirilən iclaslarda iştirak edə bilməməsi kimi bəzi müraciətlər daxil olurdu və sözsüz ki, internet resurslarından istifadə edərək, yəni ucqar bir Azərbaycan belə deyək rayonunda, kəndində olan bir şəxs də bu platforma vasitəsilə iştirak edir və məlumatlana bilir. Eyni zamanda biz özümüz də əmək müfəttişliyi xidməti olaraq bir neçə dəfə yerlərə gedərək, yəni Azərbaycanın müxtəlif bölgələrinə keçərək, xüsusilə həmin rayonların yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi tədbirlərdə iştirak etmişik və həmin
rayonda fəaliyyət göstərən, işə götürənlər və eyni zamanda işçilər, bütün maraqlı şəxslər iclaslarda iştirak etmişdilər. Və eyni zamanda Naxçıvan Muxtar Respublikasında da bizim əməkdaşlar ezam olunmuş və orada da bizim elə bu yaxınlarda geniş miqyaslı, yəni yüzlərlə işə götürəni və işçini əhatə edən görüşlərimiz olmuşdur. Aydındır. Əslində, əlbəttə ki, bu görüşlər, hətta bizim studiyamızın qonağı, xidmətin rəisi Vəliquliyev olduqda belə bu işlərin necə sürətli bir şəkildə aparılması üçün xidmət tərəfindən dəstək verildiyini müxtəlif operativ qrupların bu məsələlərə operativ yanaşmasında buradan dilə gətirmişdi. Biz görəcək işlərimizdə uğurlar arzu edirik. Əminəm ki, görəcək işlərimiz kifayət qədər çoxdur və biz bu bir saat ərzində də çalışdıq ki, vətəndaşlarımızın həm suallarını cavablandıraq, eyni zamanda bu sahədə görülmüş işlərlə də tanış edək sizi, əziz izləyicilərimiz. Dost TV-nin efiri canlı yayımda davam edir. Biz sizinlə sağollaşırıq. Növbəti sosial saatda görüşmək ümidi ilə və salamat qalın.